İndi biz listening bölməsindən tapşırıqlara baxacağıq. Tövsiyə olaraq onu qeyd edim ki, sual kitabçası paylanılan zaman artıq ki icazə veriləcək sual kitabçasını açıb suallarla tanış olmağa bir müəyyən bir müddət verilir ki, bu ərəfədə də dinləmə mətnini qoşurlar. Məsləhətim odur ki, suallarla, xüsusən də şərti ilə tez gözdən keçirdin ki, görün hər sualda sizdən nə tələb olunur. Məsələn, burada yeni nümunə əsasında deyək ki, məsələn 121-də yazılıb ki, müəyyən bir cümlədə when did the patient last have the physical exam? Yəni burada biz açar sözünü tapmalıyıq. Physical exam və last sonuncu dəfə nə vaxt olub? Sual verir. Bu sualın cavabını tapmalıyıq. 122-də doğru olan variantı tapmalıyıq dinlədiyimiz mətnə, dialoqa əsasən. 123-də hansı sualın cavabı var? 124-də baxın görək. Doesn't seem overweight, yəni çox çəkili görünmür, çox çəkili deyil. Çəkili olmamağı qeyd edilir. Səbəbini biz tapmalıyıq dinlədiyimiz mətnə əsasən. Və 125-də artıq biz tam dinləməliyik ki, başa düşək ki, hansı cümlə burada doğrudur. İndi gəlin biz dinləməyə qulaq asaq. I had my last physical exam 2 years ago. Have you had any other exams recently? Blood work, an electronic cardiogram, or an ultrasound? Well, I had a few x-rays at the dentist. How have you been feeling in general? Pretty well. No complaints really. Could you roll up your left sleeve? I would like to take your blood pressure. Certainly. 120 over 80. That's fine. You don't seem to be overweight. That's good. Do you exercise regularly? No, not really. If I run up a flight of stairs, it takes me a while to get my breath back. I need to get out more. That would be a good idea. How about your diet? I think I eat a pretty balanced diet. You know, I have a hamburger from time to time, but generally, I have well-balanced meals. That's good. Now, I'm going to listen to your heart. Oh, that's cold. Don't worry, it's just my stethoscope. Now, breathe in and hold your breath. Please pull up your shirt and breathe deeply. Everything sounds good. Let's take a look at your throat. Please, open wide and say, ah. Okay, everything looks fine. I'm going to order some blood work, and that's about it. Take the slip to the front desk, and they'll arrange an appointment for the tests. Thank you, doctor. Have a nice day. Aha, dinləmə mətninə qulaq asdıq bir dəfə. Bir dəfə qulaq asdıqdan sonra sizə vaxt veriləcək ki, suallarla tanış olursunuz. Artıq ilk dəfə başlayanda ki, şərtə baxdınız, indi isə sualların variantlarla uyğunlaşdırırsınız. Deməli, hansıların ki cavabından əminsiniz, tam başa düşmüsünüzsə, onları qeyd edəcəksiniz. Hansıları ki başa düşməmisinizsə, ona yenidən qulaq asırsınız, amma ki, yenə də variantlara baxın ki, məsələn, ola bilər ki, siz dəqiqliklə eşitmisiniz ki, bu yox idi, amma burada düz kimi göstərilib. Onu çıxırsınız. Yəni variant bir-birinin əksini deyir. Məsələn, birində təsdiqdə deyirsə, dinləmədə, burada inkarda verilibsə, deməli üst-üstə düşmür cavab. Çıxa bilərsiniz müəyyən variantları. Bir də dinləməyə qulaq asarkən illəri qeyd edirsiniz. İlləri eşitdikcə mütləq kağızda bir küncdə qeyd edirsiniz. Xüsusi isimlər varsa mütləq qeyd edirsiniz bunları. Beləliklə də artıq müəyyən cavablar tapmaq olur. Və 121 əslində, yəni çox dinləmə edən üçün, ilk dəfə dinləmə edən, bəlkə 2 dəfə, 3 dəfə dinləmə etməklə, yəni bu listeningi 70-80% yazmaq mümkün deyil, çətindir. Yəni ancaq atım tutumla ola bilər ki, onu da yəni məsləhət görmürəm ki, yüksək bal toplamaq istəyirsinizsə. Minimum keçiddirsə ola bilər, ancaq ki, yüksək bal üçün praktika şərtdir. Birinci 121-dən başlayaq. Baxın orada aydın şəkildə cavabı deyir ki, yəni 2 il əvvəl deməli, yəni yoxlamaya gəlib. C variantı doğrudur. Sonra 122-yə baxırıq. It is clear from the dialogue that nə aydındır dialoqdan. Tez-tez dentistə gedir. Düz dentistə getməklə bağlı belə bir söhbət getdi. İndi siz məsələn dinləmədə eşitdiniz dentist. Aha, dentist eşitmişim, götürürsüz A variantını seçirsiniz. Doğru deyil. Görün burada bizə şərtdə nə deyir? Baxın tez-tez gedir. Tez-tez gedir deyən bir şey yox idi orada. Often. Bəzən məsələn şişirdilmiş ifadələr işlədilir. Only yalnız, sol ili yalnız, never heç vaxt, often tez-tez, always həmişə, all bütün hamısı, müəyyən qədər bəziləri some deyilir. Amma götürürlər onu cavablarda deməli qeyd edirlər ol olaraq. Bu da doğru deyil. Daha sonra, yəni ki cavabı səhv götürürük bu zaman. B-yə baxırıq. The patient does exercise regularly. Dəfələrlə təkrar etdik ki, orada. Yəni mən idmanı qaydalı, mütəmadi formada etmirəm. Daha sonra C variantı. The patient feels very well in general. Bəli, düz idi bu variant. Ümumi olaraq özünü yaxşı hiss edir, amma yoxlanışa gəlir orada. C variantı doğrudur. The appointment for the test will take longer. Burada deyir ki, yəni testin yəni uzun bir müddət aparacaqdı. Testin üçün təyin edilən müddət. Bu da ki doğru deyildi. Bir uzun müddət longadan falan söhbət getmirdi. Ona görə biz deyini çıxırıq buradan. The patient suffers from obesity. Obesity nədir? Köklük. Çəki, artıq çəki. Artıq çəkidən əziyyət çəkirdi. Belə bir şey də yox idi. Əksinə o deyirdi ki, mən artıq çəkidən əziyyət çəkirəm. Onun da sirrini deyir. 123-ə baxırıq. Hansı sualın cavabı var idi? Məsələn, when will the results of the blood work be available? Nə vaxtdan getmirdi? Nə vaxt söhbəti yox idi burada. Hər hansı bir müddəti qeyd etsin. What kind of dental problems did the patient have? Hansı diş problemləri var idi? Belə bir şeydən də söhbət getmirdi. Why did the doctor recommend an ultrasound? Nə üçün ultrason müayinəsini təklif etdi? Deməli, həkim. Bu da yox idi. D variantı. Why does the patient need to go out more? Bu variant var idi.
diqqətlə dinlədikdə orada məsələn idmana çox etmədiyini, ancaq ki nəfəsində bir problem olduqda, sıxıldıqda uçura çıxmaqdan danışırdı. Bir dənə sizə deyim, 123 biraz sizi çaşdıra bilər. Çünki bu hissəni biraz tutmaq, belə deyək də, çox diqqət tələb edir. Çünki elə bir formada deyir ki, onun tam başa düşmək müəyyən problem gətirə bilər, sizə yarada bilər problem. Y-yə baxıram. What problems did the patient have with his throat? Hansı problemlər var idi boğazı ilə bağlı xəstənin? Bu da yox idi. 124-ə baxırıq. Nəyə görə artıq çəkili görünmürdü? Çünki o fast food, heç vaxt fast food yemirdi. Belə bir şey deməmişdi. Fast food yeməmişəm deməmişdi. Fast fooddan danışır, amma heç vaxt yeməmişəm demir. Does exercise regularly? Elə baxın, bəzən iki tapşırığın belə deyək də variantları bir-birinə uyğun olur. 122-də deməli biz hansına baxdıq bayaq? Deməli, baxın elə 122, bəli. Burada yazıb ki, xəstə idman edir mütəmadi olaraq, davamlı olaraq. Beyni çıxmışdıq ki, xeyr, elə bir şey demirdi, əksinə etmirdi qaydalı olaraq. B variantı burada doğru deyil. Orada dietdən söhbət gedir, deməli, balanslı, yəni tarazlı formada həmişə diyetadan istifadə edirdi, bu balansı qoruyurdu. Diet pills, dərman içirmiş, qəbul edilmiş, bu deyil, belə bir şeydən danışmır. Get out of the house more, evdən, bax, get outdan danışır. Get out, bax, deyinin cavabıdır, danışır. Amma sırf artıq çəkili söhbətinə görə də, yəni nəyə görə artıq çəkili deyil, onun cavabı dietidir. Yəni ki, qaydalı olaraq, balanslı olaraq da diyeta saxlayırdı. 125-ə baxırıq ki, hansı cümlə düzdür. Testində problem var imiş, belə bir şeydən söhbət getmirdi. B-də deyir ki, baxın, yenə 3 dənə sualda artıq biz variantları çıxarırıq. He does exercise regularly. Yəni davamlı olaraq idman edirdi, ona görə fit imiş. Səhvdir. The patient often comes in for a physical exam. Deməli, yəni davam tez-tez gəlir. Baxın, burada yenə often tez-tez gəlir fiziki yoxlamaya, yəni yoxlanmağa da. Məsələn, burada 121-də biz nə seçmişdik? 2 il əvvəl gəlib. Davamlı olaraq tez-tez gəlibsə, onda biz 121-də niyə 2 il əvvəl seçdik? Deməli, bunlar uyğun gəlmir. 2 il əvvəl gəlibsə, deməli, tez-tez gəlmir. C variantı səhvdir. Variantı patient did not have any physical exam last year. Keçən il heç bir müayinədən keçməyib. Bu doğrudur. Nəyə görə? 2 il əvvəl gəlib sonuncu dəfə. 2 il əvvəl gəlsə, keçən ildə uyğun olaraq keçməmiş hesab olunur. Və Y variantı patient is not going to have any test. Və heç bir test də verməyib. Bu da səhvdir.